Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-nin efirindəsiz. Studiyada Aytət Ziyaddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. İndi isə daha ətraflı. Sayınqala sakinləri şəhərin Sayınqala və Kəşovur adlı iki hissəyə bölünməsi planına qarşı çıxıblar. Onlar petisiya imzalayaraq bölgə nümayəndəsi Məhəmməd Mirzəyə təqdim ediblər. Sakinlər bu addımın iqtisadi və təhlükəsizlik baxımından ciddi fəsadlar yaradacağını bildiriblər. Qərbi Azərbaycanda yerləşən Sayınqala öz geosiyasi mövqeyinə görə bölgü üçün mühüm önəm kəsb edir. Etirazçılar hesab edirlər ki, bu şəhərin kiçildilməsi və Sayınqala və Kəşovur adlı iki şəhərə bölünməsi bütün Güney Azərbaycan bölgəsinə mənfi təsir göstərə bilər. Son illərdə regionda bir neçə yeni şəhərcik yaradılıb. 24 min əhalisi olan Barok, 27 min əhalisi olan Çaharborc və 25 min əhalisi olan Leylan buna örnək sayıla bilər. Etirazçılar bu ərazilərin inkişaf potensialının olmadığını və şəhərə çevrildikdən 3 il sonra infrastrukturda heç bir irəliləyiş olmadığını, əksinə bu addımın regiondakı əsas şəhərləri zəiflətmək üçün atıldığını deyirlər. Evin həbsxanasında saxlanılan Azərbaycanlı fəal Vədud Əsədi məktubunda bildirib ki, aclıq eyləmi fəallara qarşı haqsızlığa etirazdır. O deyib ki, tələbləri yerinə yetirilməsə, canlarını qurban verməyə and içiblər və bu eyləm hüquqlar bərpa olunana qədər davam edəcək. Evin həbsxanasında həbsdə olan Azərbaycan milli fəalı Vədud Əsədi Azərbaycan xalqına və son günlərdə onun və digər həbsdə olan fəalların vəziyyətini izləyən hər kəsə minnətdarlığını bildirib və məktubunda aclıq eyləminin məqsədinin Azərbaycanlı fəallara qarşı haqsızlığa etiraz etmək olduğunu bildirib. Etirazlarınız ədalətə çağırışdır və bu aclıq eyləmi ölüm eyləmidir. Tələblərimiz yerinə yetirilməsə, bəlkə də ölümümüz millətimiz üçün bir oyanış zəngi olacaq deyə canımızı qurban verməyə and içmişik deyə Vədud Əsədi bəy bildirib. Fəal vurğulayıb ki, özünün və digər fəalların məqsədi mərhəmət və bağışlanma deyil, yalnız insan və milli hüquqların gerçəkləşməsidir və onların eyləmi bu hüquqlar bərpa edilənə qədər davam edəcək. Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib. Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib. Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa Albaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Piro Mişa əlavə edib ki, bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlar arasında mənəvi və intellektual körpü rolunu oynayır. O qeyd edib ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirləri və oxu günlərini təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır. Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov çıxışında bildirib ki, Albaniyada yaradılan Azərbaycan ədəbiyyatı bölməsi Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirməyə baxımından böyük əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, bu yalnız kitab kolleksiyası deyil, həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir. İştirakçılar Azərbaycan ədəbiyyatı bölməsi ilə tanış olub, burada nümayiş olunan kitablar, nəşrlərlə maraqlanıblar. Euronews telekanalı Bakıda 44 günlük vətən müharibəsində qələbənin 5-ci il dönümü münasibəti ilə keçirilən hərbi parad haqqında sujet yayımlayıb. Sujetdə Azərbaycan qələbəsi ilə bölgədə yeni sülh fəslinin başlandığı vurğulanır. Həmçinin Prezident İlham Əliyevin çıxışına, NATO ilə əməkdaşlığa və Qarabağın bərpası prosesinə diqqət çəkilir. Sujetdə bu qələbə ilə Bakının 10 illiklərlə davam edən qanlı münaqişəyə son qoyduğu və yeni sülh fəslini açdığı vurğulanır. Video materialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda verdiyi açıqlamalar diqqətə çatdırılır. Qələbənin strateji, iqtisadi və hərbi nailiyyətlərinin nəticəsi olduğu və Qarabağın bərpasına yol açdığı qeyd olunur. Sujetin müəllifləri həmçinin Prezident İlham Əliyevin 6 noyabrda Bakıda NATO nümayəndə heyəti ilə görüşünü də qeyd edirlər. Euronews bildirir ki, Azərbaycan NATO ilə əməkdaşlığı enerji təhlükəsizliyi və regional əlaqələri, eləcə də sülhməramlı əməliyyatlarda əvvəlki iştirakını əhatə edir. Telekanal xatırladır ki, 8 avqust Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar. Video materialda həmçinin TRIP layihəsi barədə də danışılır. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Vaşinqtonda ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Marco Rubio və Ağ Ev nümayəndələri ilə görüşlər keçirib. O bildirib ki, danışıqlarda Suriya, regional təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsi və İranın nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunub.
O, səfərin Suriya prezidenti Əhməd Əl-Şaranın səfəri ilə üst-üstə düşdüyünü əlavə edib. Fidan vurğulayıb ki, keçirdiyi görüşlərdə Türkiyənin Suriya ilə bağlı ümumi baxışları, Amerika ilə əməkdaşlıq imkanları diqqət mərkəzində olunub. Tərəflər Suriyanın inkişafı, birliyi, həmrəyliyi, sülh, regional təhlükəsizlik ilə bağlı bir çox məsələləri müzakirə etmə imkanı qazanıblar. Görüşlərdə Rusiya-Ukrayna müharibəsi də müzakirə mövzusu olub. O, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bu məsələ ilə bağlı bəzi fikirlərinin olduğunu, bəzi qiymətləndirmələrin və atılacaq addımların müəyyən edildiyini bildirib. Fidan həmçinin Amerikanın İranın nüvə danışıqları ilə bağlı mövqeyini və bundan sonra atılacaq zəruri addımları qiymətləndirdiklərini qeyd edib. Nazir vurğulayıb ki, bu məsələ region üçün əhəmiyyətli dərəcədə aktuallıq kəsb etdiyi üçün geniş fikir mübadiləsi aparılıb. Tokayev və Putin Moskvada hərtərəfli strateji müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Rossiyskaya qəzetadakı dərc olunmuş məqaləsində bildirilib. Qeyd olunub ki, Moskva ilə Astana arasındakı tərəfdaşlıq Avrasiyada təhlükəsizlik sisteminin qurulması üçün təmələ çevrilib. Sanksiyalar və vakkanaliyaya baxmayaraq Rusiya və Qazaxıstan əməkdaşlığının sabitliyini qoruyub saxlaya biliblər. Qazaxıstanda Putinə qlobal fiqur kimi hörmət edilir. Amerika, Çin və digər ölkələr Rusiyanın və onun liderinin beynəlxalq münasibətlərindəki ciddi problemlərin həllində geosiyasi rolunu tanıyırlar deyə Tokayev məqaləsində bildirib. Qeyd edək ki, noyabrın 11-12-sində Qazaxıstan prezidentinin Rusiyaya 2 günlük dövlət səfəri planlaşdırılıb. Rəsmi olaraq ABŞ-nin müttəfiqi hesab edilən bir çox ölkə əslində Vaşinqtonun dostu deyil. Bunu ABŞ prezidenti Donald Trump Fox News-a müsahibəsində bildirib. Müttəfiqlərimizin çoxu bizim dostumuz deyil. Onlar ticarət sahəsində Çindən də artıq dərəcədə bizdən faydalanıblar, o deyib. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.